Salam dostlar, sizinlə mən Şəhla İsmailova. Bu günləri sizlərə 16 nömrəli kataloqumuzdan sifariş etdiyim məhsullarla təqdimat edirəm. Hər birinizə xoş izləmələr. İlk öncə sizlərə bu gördüyünüz xanımlar üçün nəzərdə tutulmuş pedləri təqdim etmək istəyirəm. Hansı ki 3 ədəd günlük istifadə üçün nəzərdə tutulmuş günlük pedlərdir. Digərləri isə aylıq pedlərdir. Bunları könül xoşluğu ilə alıb istifadə edə bilərsiniz. Növbəti məhsullarımız isə yenə də belə bir təmizlik vasitəmizdir. Hansı ki ləkələrə qarşı olan belə bir nəm salfetimizdir. Bu bizim kataloqumuzdur. Sonra deməli aksiyalar bölməsindən bizə kuponlar verilmişdi və bu patiləri mən patisini daha doğrusu cəmi 3 qəpiyə əldə etmiş oldum kuponlar sayəsində və növbəti olaraq belə bir Fabirlikdən kalkotka sifariş vermişəm. Hansı ki çox dəbli kalkotkalarımızdandır. Deməli bu kalkotkanın içi qalin, üzəri isə nazik görüntü verən kalkotkalardandır. Baxın. İçərisi belədir. Deməli, geyindiyiniz zaman bu kalkotkalar bədəndə baxın belə bir görüntü yaradır. Düşünülür ki, sanki nazik kalkotka geyinilib, ancaq elə deyil. Çox gözəl, qalin kalkotkamızdır. Yəni, soyuq vaxtlarda rahatlıqla istifadə edə bilərsiniz. Növbəti sifarişlərim belə bir əl üz dəsmalıdır. 2 ədəd sifariş vermişəm. Bunun birini açıb sizə göstərmək istəyirəm. Deməli, tərkibi təmiz pambıqdandır. 100% pambıqdan olan belə bir əl üz dəsmalımızdır. Digər sifarişim kataloqumuzun yeniliklərindən olan belə bir fincandır. Atilindən olan biri olaraq bu fincanı almaya bilməzdim. Baxın, çox gözəldir. Günlük istifadəniz üçün də uyğundur. Həm öz ilinizi, atilindən olan hər kəs bu fincandan alıb istifadə edə bilər. Həm öz ilinizə aid bir əşyanız olmuş olacaq, həm də ki öz kabinetinizdən sifariş verərək özünüzə xeyir vermiş olacaqsınız. Növbəti sifarişlərim isə Beauty Lab seriyasından olan qırışlara qarşı belə bir geldir. Bunu da sizə təqdim etmək istəyirəm. Deməli 50 milim ölçüdədir. Baxın. Belə bir görünüşü var. Teksturasını da sizə göstəreyim. Çox da gözəl qoxusu var. Deyərdim. Çox sevdim qoxusunu. Baxın, belə bir teksturaya malikdir. Dəridə parıltı yaradır deyərdim. Çox gözəldir. Yəni bunu gündəlik istifadə etsəniz, həm dərinizi nəm saxlayacaq, həm də ki qırışlarınızın aradan qaldırmaq üçün möhtəşəm bir vasitədir. Baxın. Əlimdəki fərqi görə bilirsiniz, yəni. Çox mükəmməldir. Qətiyyən yağlılıq hissi vermir, amma çox gözəl yumuşaqlıq verir hələ. Kimlər ki istəyir bu gözəl, möhtəşəm vasitəmizdən, məhsulumuzdan elə indicə mənə yazaraq qeydiyyatdan keçsin və bu məhsulları kataloq qiymətinə yox, ambar qiymətinə əldə etmiş olsun və qeyd edim ki, çox gözəl aksiyalarımız var, həm şirkətin, həm də komandamızın. Siz də bizə qoşularaq bu aksiyalardan yararlana bilərsiniz. Bu isə yenə də Beauty Lab seriyasından olan belə bir vasitəmizdir, hansı ki makyaj altı baza kimi də istifadə edə bilərsiniz. Aha, oldu. Deməli, bu məhsulumuz dərinin tonunu bərabərləşdirir və dərini makyaja hazırlayır. Baxın. Fərqliliyi hiss etmək olur da anındaca. Sonra növbəti məhsulumuz Nuki seriyasından olan belə bir kokos yağı tərkibli belə bir diş macunumuzdur. Hansı ki bu diş macunu dişlərdəki kiri asan şəkildə təmizləyir və həssas dişlər üçün nəzərdə tutulmuş belə bir macundur. Əgər sizin də dişlərinizdə həssaslıq varsa, ürək rahatlığı ilə bu məhsulu sifariş verə bilərsiniz. Növbəti məhsulumuz belə bir Monardo yağıdır, hansı ki dırnaq və dırnaq kutikulları üçün
nəzərdə tutulmuşdur. Eyni zamanda bu yağı həm də qribok olan dırnaqlarda və yaxud da əllərdə əgər qribok varsa, bu vasitəni onun üçün də istifadə edə bilərsiniz. Həmçinin də bir çox insan, məsələn, saçlarında da, saç dərisində qribok olan zaman bu vasitədən istifadə edir ki, saç dibləri qaşınmasın. Növbəti məhsulumuz bəylər üçün nəzərdə tutulmuş tıraş sonrası belə bir vasitədir, hansı ki, üzdə qıcıqlanmanı sakitləşdirir və təravət hissi verir. Növbəti məhsulumuz Soyung seriyasından olan belə bir mistik pastamızdır, hansı ki, evdə istənilən əşya olsun, istənilən təmizlik üçün belə möhtəşəm bir vasitədir də. Siz bu vasitə ilə həm ayaqqabılarınızda, krasovkalarınızın ağ hissəsini təmizləyə bilərsiniz. İstər ütünüzdə əgər yanmalar varsa, ütünüzü təmizləyə bilərsiniz. Qazanlarınızda olan yanmaları təmizləyə bilərsiniz. Yəni mükəmməl bir vasitədir. Hər bir təmizlik üçün ideal bir vasitədir deyərdim. Digər məhsullarımız isə belə bir portağal tərkibli, yəni portağal qoxulu, qoxuları aradan qaldıran mükəmməl belə bir maye yuyucu sabunlarımızdır, hansı ki, tərkibində depantenol var. Bu depantenol sayəsində əllərinizdə yumuşaqlıq və təravət hissi verəcək sizə. Eyni zamanda əllərinizin qarğısına qalmış olacaqsınız bu məhsullardan istifadə edərək. Növbəti məhsulumuz, İkisini bir arada göstərmək istəyirəm, çünki ikisini də çox sevirəm və çox bəyənərək istifadə edirəm. Bu məhsullarımız paltarların, deməli, həm təravətləndirir paltarlarınızı, həm yumuşaqlıq verir paltarlara, həm də ki, onların rəngini qorumuş olur. Siz də bu məhsullardan alıb ürək rahatlığı ilə istifadə edə bilərsiniz. Digər məhsulumuz isə daima aldığım qaralar və tünd paltarlar üçün belə bir gel yuyucu vasitədir. Növbəti məhsulumuz isə zərif və sport paltarlar üçün nəzərdə tutulmuş gel yuyucu vasitəmizdir. Digər məhsulumuz isə ağlar və rənglər üçün nəzərdə tutulmuş yuyucu vasitəmizdir və bir də körpələr üçün nəzərdə tutulmuş belə bir umo yuyucu vasitəmizdir. Əgər siz də bu məhsullardan ambar qiymətini əldə etmək istəyirsinizsə, onda mütləq mənə yazın. Bu kataloqumuzda qeydiyyatdan keçin və bu kataloqumuzun hədiyyələri isə möhtəşəmdir. Gördüyünüz 4 ədəd bəylər üçün ətir, 4 ədəd isə xanımlar üçün olan ətirlərdir. Seçimə görə, yəni istəsəniz bəylər üçün olan ətirlərdən birini seçə bilərsiniz və yaxud da xanımlar üçün olan ətirlərdən hər hansısa birini seçib özünüzü mükafatlandıra bilərsiniz. Sadəcə olaraq qeydiyyatdan keçirsiniz. İlk öncə qeydiyyatdan keçdikdən sonra 40 azin kataloq qiyməti ilə sifariş yerləşdirirsiniz və sadəcə 33 azin ödəyərək addıma qoşulmuş olursunuz. Növbəti kataloqda isə bu gördüyünüz hədiyyələrdən birini qazanmış olursunuz. Məncə qaçırmayın, qoşulun və bu mükəmməl hədiyyələrdən siz də yararlanın. Təşəkkürlər. Əgər bəyənirsinizsə videolarımı, kanalıma abunə olub, like etməyi və bildirişləri açıq qoymağı unutmayın. Hələlik.